Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita fəsil 18. Fəsil 18 Bhagavad Gita'nın dəyərli dinləyicilər, hamımızı xoş gördük. Nəhayət biz Bhagavad Gita'nın sonuncu fəslidir bu. Yekun fəsildir, 18-ci fəsildir. Krishna bu fəsil boyu özünün Arjuna yekun təbliğatını aparacaq. 18-ci fəsil Bhagavad Gita'nın sonuncu fəslidir. Deməli, fəslin adı mükəmməl tərk-i dünyalıq və yaxud qurtuluş yolu. Mükəmməl tərk-i dünyalıq və yaxud qurtuluş yolu. Sanskrit dilində isə moksha yoga. Moksha qurtuluş deməkdir. Moksha yoga adlanır belə. Birinci mətin. Krishna burada mükəmməl tərk-i dünyalıq. Yəni tərk-i dünyalıq iki cür ola bilir. Bir süni, bir də təbii. Bir süni tərk-i dünyalıq nədir? Burada izah eləyəcək. Bir də təbii, yəni ki, əsl real tərk-i dünyalıq, mükəmməl tərk-i dünyalıq nədir əslində? Əslində tərk-i dünyalıq deyəndə nə nəzərdə tutulur? Birinci mətin, mən oxuyum birinci mətni. Yəni buradan yenə də Arjuna'nın sualı burada başlayır. Arjuna sual verir və Krishna Arjuna'nın sualına uyğun izah edir. Deməli, mən oxuyum indi birinci mətni. Çox dayanan deyilük, çünki burada Arjuna'nın sualıdır. Ondan sonra Krishna'nın cavablarıdır və biz təbii ki, cavabların üstündə daha çox dayanacağıq. Mükəmməl tərk-i dünyalıq, moksha yoga, yaxud qurtuluş yolu. Mətin 1. Arjuna vacha sanyasasya mahabaho tatvam İçami veditum Tyagasya cha rishikesha Prithakeshi nishudana. Beytin Azərbaycan ilə tərcüməsi. Arjuna soruşur. Arjuna dedi. Rishikesha Krishna'dır. Arjuna dedi. Ey qolu qüvvəli. Krishna'ya müraciət edir. Ey qolu qüvvəli, mən tərk-i dünyalığın, tyaga, sanskrit dilində tyaga, mən tərk-i dünyalığın və tərk-i dünya həyat tərzinin, bu da sanyasi adlanır. Mən tərk-i dünyalığın və tərk-i dünya həyat tərzinin mahiyyətini dərk eləmək istəyirəm. Ey iblis keşinin qalibi, ey hisslərin ağası Krishna. Və bu Arjuna'nın sualıdır. Mən tərk-i dünyalığın və tərk-i dünya həyat tərzinin mahiyyətini dərk etmək istəyirəm. Ey iblis keşinin qalibi, ey hisslərin ağası Krishna. Rishikesha hisslərin ağası Krishna deməkdir. Hrishik hisslər deməkdir. İşada hökümdar deməkdir. Kontrol rishi, nəzarət edən. Alın Rishikesha hisslərin ağası. Arjuna'nın sualı budur. Bhaktivedanta Swami Srila Prabhupāda'nın bu beytə izahı. Əslində Bhagavad Gita 17-ci fəsildə başa çatır. 17 fəsildən qutarır. 18-ci fəsil öncə müzakirə edilmiş mövzulara əlavə olunan xülasədir. Yəni Krishna əslində fikrini 17-ci fəsildən bitirir. 18-ci fəsil deyir ki, Prabhupada öncə müzakirə edilmiş mövzuların hamısına xülasə, elə bir ki 17-ci fəsil boyu dediklərin hamısına Krishna yekun verir. Ona deyək ki, bu fəsil yekun fəsildir. 17 fəsilə yekun. Alınıb 18-ci fəsil. Tanrı Şri Krishna hər bir fəsildə Allah Ali şəxsə sədaqətlə xidmət etməyin həyatın son məqsəd olduğunu qeyd edir. Bu 18-ci fəsildə də ən məxfi bilik kimi müəyyən edilir. Allah Ali şəxsə sədaqətlə xidməti etməyin son məqsəd olduğu. Bu 18-ci fəsildə də məxfi bilik kimi müəyyən edilir. İlk 6 fəsildə, birinci 6 fəsildə sədaqətli xidmət xüsusilə qeyd edilir. Yoginam Apisarvesham daim məni düşünən şəxs bütün yoga və transendentalistlər içində ən yaxşısıdır, Krishna deyir. Sonraki 6 fəsil, ortadakı 6 fəsildəyiz. Saf sədaqətli xidmət, Bhakti yogadan, onun təbiəti və onunla bağlı fəaliyyət müzakirə olunur. Sonuncu 6 fəsil, hansı ki biz indi bu saat keçdik. Sonuncu 6 fəsildə bilik, tərk-i dünyalıq, maddi təbiətin fəaliyyəti və sədaqətli xidmət təsvir edilmişdir.
Və nəticədə deyilmişdir ki, hər cür fəaliyyət Om Tat Sat sözləri ilə təsvir edilən və Vişnunu nişan verən ali şəxsiyyət olan uca tanrı naminə yerinə yetirilməlidir. O. Bhagavad Gita'nın 3-cü hissəsində sədaqətli xidmətin həyatın yeganə və son məqsəd olduğunu göstərildi ki, burada da keçmişdəki Acharyaların dedikləri və Brahma Sutradakı gətirilən sitatlara istinad olunurdu. 3-cü hissəsi, yəni 3-cü 6-da Bhagavad Gita'da 18 fəsil var. 6-6-6. Əvvəlki 6 karma yoga, ortadakı 6 bhakti yoga, sonuncu 6 gyana yoga. Bax, bu 3-cü hissədən Prabhupada deyir ki, Bhagavad Gita'nın 3-cü hissəsində sədaqətli xidmətin həyatın yeganə və son məqsədi olduğu göstərildi ki, burada da keçmişdəki Acharyaların, ruhani ustadların dediklərinə və Brahma Sutrada gətirilən sitatlara istinad olunur. Bəzi impersonalistlər özlərini Vedanta Sutranın yeganə biliciləri hesab edirlər. Əslində isə Vedanta Sutra sədaqətli xidməti dərk etmək üçün təyin olunmuşdur. Belə ki, Vedanta Sutranı Tanrının özü tərtib etmiş və onun bilicisi də onun özüdür. Bu 15-ci fəsildə təsvir edilir. Sədaqətli xidmət hər bir müqəddəs kitabın, hər bir Vedanın məqsədidir. Bu Bhagavad Gita'da izah edilir. 2-ci fəsildə əsərin məzmununun xülasəsi ifadə edildiyi kimi, 2-ci fəsildə Bhagavad Gita'nın 2-ci fəsildə əsərin məzmununun xülasəsi ifadə edildiyi kimi, 18-ci fəsildə də onun bütün nəsihətlərinin xülasəsi verilir. Deməli, 2-ci fəsil Bhagavad Gita'nın xülasəsindən danışır. 18-ci fəsil isə Bhagavad Gita'da Krishna'nın verdiyi bütün nəsihətlərin xülasəsini verir. Burada deyildiyi kimi həyatın məqsədi tərki dünyalıq və maddi təbiətin üç qunasının təsirindən azad olmaqdır. 18-ci fəsildə. Arjuna Bhagavad Gita'nın bu iki əsas məqamını Arjuna Krishna'nın indiyə qədər danışdıqlarından iki əsas məqamın mahiyyətini aydınlaşdırmaq istəyir. Bunlar hansı? Tərki dünyalıq, tiyaga və bir də tərki dünya həyat tərzi, sanyasini aydınlaşdırmaq istəyir. Buna görə də o bu iki sözün mənasını Krishna'dan soruşur hal-hazırda. Bu beytdə uca tanrıya xitabən işlədilən Hrishikesha və Keshinishudana sözləri çox əhəmiyyətlidir. Hrishikesha bütün hisslərin ağası Krishna'dır və o bizə ağlımızı sakitləşdirməyə həmişə kömək edə bilər. Kim? Krishna. Arjuna ağlının tərazilığını saxlaya bilmək üçün Krishna'dan bütün dediklərinə yekun vurmağı xahiş edir. Bununla belə müəyyən şübhələr onu tərk etmir. Şübhələr isə iblislərə bənzəyirlər. Müəyyən şübhələr qalır Krishna'nın canında. Düzdürmü? Arjuna'nın üzr istəyirəm. Arjuna müəyyən şübhələri qalır və o şübhələri nə etmək istəyir? Sonluğuna gətirmək üçün Krishna bu sualı verir. Buna görə deyir ki, bununla belə müəyyən şübhələr onu tərk eləmir Arjuna'nı. Şübhələr isə iblisə bənzəyir. Şübhələr də şeytan əməldə. Şübhəni insanın canına deyir kim salır? Şeytan salır. Düzdür? Buna görə də Arjuna Krishna'nı Keshinishudana müraciət edir. Çünki son dərəcə dəhşətli iblis olan Keshini öldürdüyü kimi Arjuna Keshi demonunu, Krishna Keshi demonunu öldürəndir. Ona görə də onun adına Keshava deyirlər. Düzdürmü? Keshinishudana. Düz, Keshinishudana. Demon Keshini öldürən. Son dərəcə dəhşətli iblis olan Keshini öldürdüyü kimi indi də Arjuna Krishna'dan onun şübhəli iblisini öldürməsini istəyir. Şübhə iblisini istəyir. Yəni Krishna, ona görə Krishna Arjuna bu cür müraciət edir. Hrishikesha və Keshinishudana. Bhaktivedanta Swami Srila Prabhupadadan izahı bax bu qədərdir. Yəni biz burada çox dayanan deyilik, çünki burada Srila Prabhupada necə bil yekunlaşdırıcı söhbət eləyir. Prabhupada deyir ki, nələr olubdur indiyə qədər və Arjuna'nın sualının səbəbinə gətirib çıxardır. Ona görə biz burada çox dayanan deyilik, qısa bir söhbət eləyəcəyik Arjuna'nın sualların ətrafında. Ondan sonra başlayacaq, ikinci mətndən başlayacaq Krishna Allah Ali şəxsin Arjuna'nın sualına cavabları. Ona görə burada deyir ki, əsas məsələ nədir?
Əsas məsələ odur ki, deyir ki, sədaqətli xidmət birinci abzaslı Şrila Prabhupada özünün birinci abzasını necə deyirlər, konkret olaraq sədaqətli xidmətin vacibliyin üzərində dayanır. Deyir ki, bütün müqəddəs kitablar əslində Vedaların hamısı, bütün Vedaların 4 dənə Veda, üstə gəl Mahabharata, Ramayana, bütün bunların hamısı Vedanta Sutranın dediyini, Vedanta Sutra, yəni Vedaların son sözü deməkdir. Vedalarda Antada son söz demək, Anta son deməkdir. Ved Anta, sonuncu söz. Son söz, elə bir ki, yekun söz. Vedaların yekun sözünə deyirlər Vedanta Sutra. Krishna deyir ki, onu da mən tərtib eləmişəm. Və Prabhupada deyir ki, Vedanta Sutranın da son sözü ondan ibarətdir ki, Tanrı Allah şəxsə sədaqətli xidmətdən başqa heç nə yoxdur əslində. Bütün hər şey, bütün mövcud dinlər, müqəddəs yazılar, təbliğatlar, missiyalar, bütün bunların hamısı əslində son nəticədə bunun üzərində durub ki, Allah şəxsə sədaqətli xidmətdən başqa yol yoxdur. Prabhupada özünün birinci abzasını buna həsr edir. Allah şəxsə sədaqətli xidmət də nə deməkdir? Allah şəxsə sədaqətli xidmət sözün deyilişindən görülür ki, yəni ki, Quran elmi olsun, İncil elmi olsun da, deyək ki, mən müasir insanların dünya görüşünə uyğun danışmaq istəyirəm də. Baxmayaq ki, Şrila Prabhupada bunları burada bu cür demir, amma mən istəyirəm ki, biz bunu sədaqətli xidmət, yəni bütün müqəddəs kitabların, Quran, İncil, Məhəmməd Peyğəmbər Sallallahu İsa Aleyhisselam fərqi yoxdur. Yəni bütün bu təbliğatçıların hamısının sözün canı budur, bildiniz nətəri. Sözün canı ən yüksək dəvət elədiyi məqam budur ki, Allah ali şəxsiyyətdir. Yəni sədaqətli xidmət son sözdür. Allah ali şəxsiyyətdir. Mən ruhi təbiətli can, onun əbədi xidmətçiyəm. Bundan sonra başlayır sədaqətli xidmət. Sədaqətli xidmət Tanrı Allah ali şəxsə dinin ən yüksək məqamıdır. Biz bunu dedik əvvəlki mühazirəmizdə. Savai Pumsa Paravdharma, Yato Bhaktara Tokaji, Ay Tutkaya Apratiyata Yatma Suprasiyata Krishna deyir ki, ən ali dini fəaliyyət kimi mən insanı o fəaliyyəti seçirəm ki, o insanı gətirir, çıxardır sonunda Allah ali şəxsə sədaqətlə xidmətə. Bundan yüksək din yoxdur. Bunu Şrimad Bhagavatamın 2-ci nəğməsində şey də deyir, Şukadeva Gosvami də təkrar edir. Mən bu şeyləri təkrar deyirəm sizə, çünki təkrar bir inanasıdır. Şukadeva Gosvami'dən sual verəndə ki, müxtəlif ənənələr hansı ümumi bir əsasda birləşə bilərlər. O deyir ki, Allah ali şəxsə sədaqətli xidmətdən başqa heç nə yoxdur əslində. Yəni o demək istəyir ki, sənin bu müxtəlif dediklərin hamısı nisbidir. Onların hamısının fundamentində, özülündə Allah ali şəxsə sədaqətli xidmət durub. Həzrət Əli əleyhissalam bunu təsdiq edir ki, mən sənə nə cənnətin şövqündən, nə cəhənnəmin qoxusundan ibadət eləmirəm. Mən bunu sənə eləyəm, ona görə ki, sən buna layiqsən. Bu cür xidmət eləyənlər, ibadət eləyənlər azadələrdən deyirlər. Yəni bədən konsepsiyasından azad olmayıblar. Bədən konsepsiyasından azad olanlar, özünün ruhi təbiətdə can olduğunu dərk eləyənlər dururlar sədaqətli xidmət yoluna. Necə baş verir? Mən özümün ruhi can olduğumu başa düşəndə aldığım bədənlərin sadəcə olaraq həmən bu ruhi can olan şəxsiyyətimin illüziyasının məhsulu olduğunu başa düşürəm ki, mən özümün ruhi can olduğunu unutduğuma görə bədənlər almaqda davam edirəm, bir-birini də alacaq. Bədən aram və sonra da burada bədənə uyğun nələr özümdən nələr ibadət qaydaları icad edirəm, bədənin qayğısına qalmaq, bədəni daha da necə mükəmməl istifadə eləmək və son nəticədə bədənin ən nəcibini əldə eləmək, cənnətə getmək. Bu hələ sədaqətli xidmət kateqoriyasına deyil. Sədaqətli xidmət kateqoriyasına o düşür ki, naçan ki, mən başa düşürəm ki, mən bu bədən deyiləm, mən ruhi canam. O da Rabiyə deyir ki, Allaha, mən görsən ki, cənnət üçün sənə ibadət edirəm, cənnətin qapılarını bağla mənim üzümə. Görsən cəhənnəmin qorxusundan üçün eləyirəm, onda mən cəhənnəmin ən isti bucağına aldı. Görsən ki, sən rizan üçün edirəm, sən gül camalın üçün edirəm, sən Allahın şəxsiyyəti üçün də. Onda deyir, mən bunu əsirgəmə, bildiniz. Fatimə-i Zəhra Allaha deyir ki, mən sənə ibadətində səndən heç nə istəmirəm, heç nə. Heç nənin içində cənnət də gedir. Bildiniz, bəs nə istəyirsən? Mən sənin özü istəyirəm. Bax, budur sədaqətli xidmət. Bildiniz, sədaqətli xidmət məqamına yetişənlər bunlardılar. Mən sənin özü istəyirəm. Nəsə, mən sevgi istəyirəm, mən sənin sevgi. Elə bir evdir ki, onun pəncərəsində səni seyr eləm. Allah da ona zikir verir. Deyir, zikir elə, mənim adımın özümün var, fərq yoxdur. Bizim üçün nə qədər xoş olur
Vurulanda yadınızda salın uşaqlıqda, cavanlıqda. Vurulanda sevdiyimiz qızın, sevdiyimiz oğlan adını çəkmək nə qədər ləzzət verdi bizə. Hara gəldi taxtaya, daşa, divara yazırdıq. İndi Allahın sevgi yolunda duranlar Allahın adlarını zikr eləməyi, o da verir Fatimə Zəhrəyə, deyir mənim adlarımı zikr elə. Bax buna deyirlər sədaqətli xidmət. Sədaqətli xidmət haçan insan başa düşür ki, mən ruhi canam, bədən deyiləm. Ona görə bədənə aid olan məsələlərin hamısı itələnir ikinci plana. Ruhi can çıxır qabağa, buna deyirlər səmimiyyət. Həzrət Məhəmməd Fənsəlullah dedi, din səmimiyyət deməkdir. Buna deyir səmimiyyət. Haçan ki, insan özünün ruhi rifahını ön plana çəkir, buna deyirlər səmimiyyət. Allahı razı salmağı, ona xoş getmək üçün ibadətləri isə deyirlər ilahi səmimiyyət. Başa düşdünüz? İndi buna görə də sədaqətli xidmət başlayır. Mən ruhi canam, bədən deyiləm. Faktını qəbul edəndə ondan sonra başlayır insan həyatında cürbəcür indiyə qədər bədəni ilə əlaqədar həyata keçirdiyi məsələlərin hamısının maniyələri başlayır bir-bir baş qaldırmağa. Maniyələr. İndiyə qədər özünü bədənlə iyiləşdirmişik. Biz bura gələndə hansı şeylə gəlirik? Şeytan bizə hansı şərti qoyur? İllüzor enerji maya deyir ki, özü unudasan. Özü unutmaq bahasına fiziki bədən əldə edirik. Ona görə də biz özümüzü unutmaq bahasını əldə etdiyimiz fiziki bədənlə özümüzü eyniləşdirərək həyata keçirdiyimiz fəaliyyətlər və onların əks nəticələri bizlə bir yerdə bir bədəndən o birisi bədənə, bir bədəndən o birisi bədənə keçməyinə deyirlər reinkarnasiya. Ona görə bunlar çoxlu, küllü miqdarda yaddaşımızda samskarlar deyirlər sanskritində. Yaddaşımızda mühürlər vururlar, iz buraxırlar. Və onlar bizlə həyat və həyat biz onları özümüzlə daşıyırıq. Ona görə sədaqətli xidmət yolu demək ki, nə üçün sədaqətli deyilir orada? Mən o sədaqətli sözünü izah eləmək istəyirəm. Xidmət aydındır ki, biz Allaha xidmət etmək istəyirəm. Və sədaqətli nə deməkdir? Biz özümüzlə onları daşıdığımıza görə biz bədən konsepsiyasından imtina eləyəndə, yəni mən ruhi canım bədən deyiləm, həmən dəqiqə illüzor enerji, mayan, şeytanın buynuzları çıxır ki, yəni biz sən nə danışırsan? Biz səndən şərt kəsmişik. Sən özü unudasın, düzdür? Amma sən burada gəldin, özü bədəndən ayırırsan, deyirsən, mən bədən deyirəm, ruhi canam. Bu mahiyə müharibə eləmək deməkdir. Başa düşdünüz? İllüzor enerjiyə. Cənnətə gedəndə belə insan müharibə eləmə illüziya. Çünki cənnət özü də illüzor enerjinin əlindədir. Şeytanın əlindədir. Amma mən bədən deyiləm konsepsiyasına gələn kimi illüzor enerjiyə nədir? Biz şey deyirik. Müharibə eləyirik, başa düşdünüz? Onda bizim indiyə qədər bədəndən istifadə eləyərək əldə edib topladığımız bütün əşri reaksiyaların hamısı baş qaldırır. Həm yaxşılar, həm pisliklər və burada bizim həm yaxşı mənada, həm pis mənada bütün bağlılıqlarımız hamısı meydana çıxırlar. Bağlılıqlarımızın hamısı özünü biruzə verirlər. Hər cür bağlılıqlarımız, başa düşdünüz? Cismani bağlılıqlarımız hamısı özünü biruzə verirlər, bildiniz? Və belə olanda ortalığa nə gəlir? Belə olanda ortalığa gəlir tərki dünyalıq anlayışı. Gördünüz? Tərki dünyalıq anlayışı bu elə bir ki, illüzor enerji, maydan, şeytanın hakimiyyətinə müharibə elan eləməkdir. O da sən ona müharibə eləyəndə o sakitcə duran deyir ki, o başlayacaq sən həmlələrini davam eləməyə, düzdür, hücumlarını. Belə olanda bizim bu cür mövqeyimiz başlayır bizim maya illüzor enerji şeytan bizim bədənlə özümüzü eyniləşdirəndə topladığımız bütün bağlılıqların hamısını bir-bir baldırır üstümüzə. Övladımıza, nəslimizə, nəcabətimizə, mənsubiyyətimizə, malımıza, mülkümüzə, varımıza, dövlətimizə və s. bütün bağlılıqlarımızın hamısı bir-bir başlayır baş qaldırmağa. Başa düşdünüz? Və bunların hamısı mənim bu tutduğum yolda, xidmət yolumda mənə başlayırlar maniyə yaratmağa. Və mən bu maniyələri dəf eləmək üçün, yəni özümü ruhi can saymaq teoriyasını qəbul elədiyimə görə mən səmimi insanlar kateqoriyasına düşürəm və Krishna deyir ki, səmimi insana mən öz nümayəndəmi göndərirəm. Kimi ruhani ustadı Qurunu. Və Krishna ruhani ustadı Quruya deyir ki, ged ona kömək elə. Çünki bundan sonra bütün bağlıqları hamısı indi ştık kimi duracaqlar onun qabağında. Maniyələr. Bədəninə aid olan, ailəsinə aid olan, övladlarına aid olan, qohum əqrəbə aid olan, mal dövlətinə, malına, mülkünə, mənsubiyyətlərinə və s. Bunlar hamısına bağlılıqları hamısını baş qaldıracaq. Seksə, sevgiyə, məhəbbətə, qadına, bağlılıqların hamısı baş qaldıracaqlar. Hansılar ki, bu indiyə qədər bunlarla yaşayıbdır. Ona görə ged ona kömək elə ki, öz qəlbindən çıxacaq bu bağlılıqların hamısı. Öz ürəyindən, çünki bunları biz hara toplayırıq bu bağlılıqları? Ürəyimizdə də, qəlbimizdə. Başa düşdünüz? Və deyir ki, bunun öz qəlbindən çıxan bağlılıqları dəf eləmək üçün
və tutduğu yolu davamiyyətli getmək üçün get ona kömək elə. Kimə deyir? Quruya, ruhani ustada. Və biz ruhani ustadın rəhbərliyini qəbul edib bütün bu bağlılıqlarımızın yaratdığı maneələri dəf eləyərək xidmətimizi davam eləməyə deyirlər sadiqlik, sədaqət. Və bu əhval-ruhiyyədə həyata keçirilən xidmətə deyirlər sədaqətli xidmət. Vəssalam, gördünüz? Mən sədaqətli xidmətə çox çılpaq şəkildə, necə deyirlər, loru dilində izah gətirdim sizə. Ona görə də bu cür sədaqətli xidmət deyilir ki, bütün dini təlimlərin, bütün sistemlərin hamısının Şrila Prabhupada özünün izahının birinci abzasını buna həsr edib. Deyir ki, bütün Vedalar və bütün müqəddəs kitabların hamısı və son nəsildə Vedanta Sutranın özü hamısı sədaqətli xidmətin üzərində durubdur. Şukadeva Goswami'dən misal gətirdim ki, sədaqətli xidmət. Mən də sizə izah elədim sədaqətli xidmət nə deməkdir və nə üçün o sədaqətli xidmət alınır. Xidmət o deməkdir ki, mən ruhi canam Allah Ali şəxsdir və mən onun əbədi xidmətçisiyəm. Yəni ki, bundan sonra mən onun dediklərini eləyəcəm. Buna da xidmət. Amma mənim qarşıma indiyə qədər elədiklərimin, yəni hələ buna qədər bu özümü ruhi can saymağa qədər ki, özümü cisimlə eyniləşdirəndə həyata keçirdiklərimin əks nəticələri və ondan yaddaşımda buraxmış izlərin hamısı indi bağlılıq şəklində baş qaldıracaqlar. Mənim ailəmə, övladıma, uşağıma, vətənimə, torpağıma, dini milli mənsubiyyətimə, hissi həzlərimə, qadına, cinsi əlaqəyə, var dövlət, bunlara bağlılıqların bir-bir baş qaldıracaqlar. Bizdir və onların baş qaldırmağı mənə maneə yaradacaq. Bu da şeytanın işidir. Yəni ki, maneə yaradır ki, görüm elə səndə də qətiyyətlisən. Düzdür? Nə qədər qətiyyətlisən. Hərənin də bağlılığı özünü bir cür bizə verəcəkdir. Bu yolda hərənin bağlılığı özünü bir cür. Kimisə bir şeyə bağlılıq o birisinə nisbətən daha güclüdür. Kimdəsə var dövlətə bağlılıq güclüdürsə, kimdəsə cinsi əlaqə bağlılıq güclüdür. Kimdəsə qohum əqrəbaya bağlılıq güclüdür. Kimdəsə özünün mənsubiyyətinə, dini və milli mənsubiyyətinə bağlılıq güclüdür. Başa düşdünüz? Sədaqətli xidmət yuruna durur, amma hələ də özünün sədaqətli xidmətdə olan şeyləri özünün dini və milli mənsubiyyətinin süzgəcindən keçirdir. Bu demək ki, bağlıdır onlara. Kiməsə özünün kşatriliyinə bağlılığı var, brahmanlığına bağlı var. Kimisə özünün güclü vaşiliyinə bağlı var, şudralığa bağlı var. Əsər rəssamlığına, heykəltaraşlığına, şairliyinə bağlılığı var bu adamın. Başa düşdünüzsə, sədaqətli xidmətə gəlir, amma hələ də öz bağlılığının üstündə qalır. Başa düşdünüzmü? Bütün bu bağlılıqların hamısı baş qaldırır insan sədaqətli xidmət yolunda duranda. Və o bunları dəf eləməyə özündə güc tapıb, öz xidmətini davam elətdirəndə buna deyirlər sədaqətli xidmət. Bugünkü gündə Krishna Allah Ali şəxsi bizim qarşımıza çıxıbdır və bizim ruhi can olduğu barədə biliyi Bhagavad Gita kimi bizə verir. Özünə qarşı sədaqətli xidmət isə onun müqəddəsatların tərənnümü prosesi kimi bizim qarşımıza qoyubdur. Nə? Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Ram, Hare Ram, Ram Ram, Hare Hare Krishna Muhammed'ı tərənnüm eləmək. Və bunu davamiyyətli həyata keçirməyə deyirlər sədaqətli. Bunu davamiyyətli həyata keçirmək üçün bizim bağlılıqlarımızdan azad olmamız üçün bizə ruhani ustad gəlir. Ruhani ustadın rəhbərliyi altında biz bunu həyata keçirməyə çalışırıq. Və bağlılıqlarımızı da ruhani ustad bizə nəsihət verir, məsləhət verir ki, necə sən bunu sədaqətli xidmət prosesində istifadə eləsən, bağlılıqlarından azad olasan. Buna deyirlər varnaşama tıxarma sistemi. Haçan insan özünün bu və ya digər bağlılıqlarını Tanrı Allah'ın şəxsi gedən sədaqətli xidmət yolunda istifadə edir. Ona görə də biz Hare Krishna Muhammad mantrasının tərənnümü davamiyyətli həyata keçirmək üçün ruhani ustadın rəhbərliyini qəbul edirik. Hare Krishna Muhammad mantrasını ruhani ustaddan alırıq xeyir dua şəklində. Və davamiyyətliliyi təmin eləmək üçün, onun davamiyyətliliyini təmin eləmək üçün biz ruhani ustadın rəhbərliyi ilə bütün bu qarşımıza çıxan maneələri dəf eləməyə çalışırıq. Maneələr də bizim qəlbimizdən doğur. Və biz o konsepsiyanı qəbul edirik ki, bütün bu qarşımıza çıxan çətinliklər, maneələr, problemlər hamısının səbəbkarı bizim özümüzük. Ruhi can kimi. Çünki mən ruhi can olum barədə biliyi əldə elədim axı. Və başa düşdüm ki, özümü unutmaq bahasına əldə elədiyim bədən və ondan həyata keçirdiyimiz fəaliyyətin əks nəticələri mənim qəlbimdə toplanıblar. Başa düşdünüz, çirk kimi, bağlılıqlar kimi. İndi mənim qarşıma çıxan problemlər, çətinliklər və maneələrin hamısı səbəbi bax budur.
Belə olanda insan özündən qıraqda problemlərinə səbəbkar axtarmaq nəyindən vaz keçir? Fikrindən vaz keçir. Özündən qıraqda özünə səbəbkar axtarmır, özünə düşdüyü problemlərə. Özündən qıraqda səbəbkar axtaranda insan maneələri dəf edə bilmir. Çünki mövqeyi düzgün deyil. Əksinə maneələri artırır yenə də. Düzdür? Onda insan sədaqətli xidmətlə məşğul ola bilmir. Yarımçıq qoyur, çıxır gedir. Amma insan başa düşəndə ki, bundan hamısı səbəbkarı mənim özüməm, öz ruhi can kimi mənim özümün illüziyalarım və bağlılıqlarımdır və bundan əvvəlki həyatlarımda özümü cisimlə eyniləşdirərək həyata keçirdiyim fəaliyyətlər və onların nəticələridir. Onda insan inamla öz inamını gücləndirir və ruhani ustadın nəsihətlərini həyatının əsas məqsədi kimi qoyaraq sədaqətli xidmətini istənilən halda davam edir. İstənilən halda. Bütün çətinliklərə, problemlərə, maneələrə sinə gərərək davam edir. Belə insana deyirlər sədaqətli xidmətdə olan insan. Çünki sədaqət sözünün, sadiqlik sözünün o vaxt mənası var ki, haçan nə var? Maneə var. Çətinlik var, problem var. Maneə, çətinlik və problem yoxsa sədaqət sözünün nə mənası var? Heç bir. Çünki sədaqət və sadiqlik tutduğu yola, qoyduğu məqsədə, özünün avtoritet seçdiyi nümayəndəyə və onun nəsihətlərinə hər halda çətinlikdə, problemlərdə və maneələrdə özünün sadiqliyini saxlamağa deyirlər. Yəni ki, davamiyyətliyini saxlamağa deyirlər. Ona görə də Həzrəti İsa əleyhissalam deyəndə ki, Allah fədaisinin dünyəvi insandan fərqi nədir? Deyirlər, hər bir söz deyəndən sonra axırda deyir ki, Allah fədaisinin dünyəvi insandan fərqi ondadır ki, Allah fədaisi gündə 100 dəfə yıxılıb 100 dəfə durmağa bacaran adama deyirlər. 100 dəfə yıxılıb 100 dəfə durmağın səbəbi nədir? Bizim həmən bax bu özümüzün qəlbimizdə topladığımız nələr? Bağlılıqlarımızdır, bildiniz. Həyata keçirdiyimiz cismani konsepsiyada həyata keçirdiyimiz fəaliyyətlərin əks nəticələridir. Ona görə bunu başa düşən fədai, Allah fədaisi, yıxılanda heç kimi günahlandırmır. Ona görə durur. Amma yıxılanda kimisə günahlandıran dura bilmir. Məsələn, körpə uşaq var, lap qanmaz uşaqdır. Qaçır, yıxılır. O günahkarı qıraqda axtaranda o başlayır zır-zır ağlamağa. O demək günahkarı qıraqda onun beynindəki kimsə günahkardır. Gəlin onu cəzalandırın. Başa düşdünüz? Ona görə durmur, ağlayır. Gəlirlər, durğuzurlar, deyir, özün yıxılmısan da, dur ayağa, nə ağlayırsan? Amma elə uşaq var ki, qaçır, yıxılır, sonra durur, üstünü silir, yenə gedir. Deyirlər, nə yaxşı uşaqdır. Özü yıxıldı, özü də durdu. Bu da Allah fədaisindən dünyəvi insan fərqi bundadır. Həzrəti İsa əleyhissalam deyir ki, gündə 100 dəfə yıxılıb 100 dəfə duran Allah fədaisidir. Demir ki, yıxılmır heç o. Yox, yıxılır, amma sonra durur. Ne üçün? Çünki bunun ruhi biliyi var. Ruhi biliyi var ki, mən ruhi canım bu bədən deyiləm və özümü bədənlə eyniləşdirərək bundan əvvəlki həyata keçirdiyim fəaliyyətlərin əks nəticəsi kimi, bağlılıqlar kimi bu saat mənim qəlbimdə bunlar hamısı bir-bir özünü biruzə verirlər. Və mənə maneə yaradırlar, problem yaradırlar, çətinlik yaradırlar. Ona görə bunu etiraf eləyən insan, səmimi insan kateqoriyasına düşür, həmən dəqiqə Allah Ali şəxs öz nümayəndəsinin vasitəsilə ona kömək edir. Kimin? Ruhani ustadın, qurunun. Yəni, bəs elə ki, bizim səmimiyyətimiz olur. Məhəmməd və Saadlı ona görə deyir ki, dil səmimiyyət deməkdir. Bildinizmi? Buna deyirlər sədaqətli xidmət. Və ona görə də Krishna deyir ki, 17 fəslin 17-sində də Krishnanın çatdırmaq istədiyi ideya bundan ibarətdir ki, insan sədaqətli xidmət məqamına gəlməlidir. Bugünkü gün üçün sədaqətli xidmət Tanrı müqəddəs adlarını tərənnüm eləməkdir. Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Ram, Hare Ram, Ram Ram, Hare Hare. O qədər ki, sənə ruhani ustad Krishna göndərir. Və sonra sən bu Hare Krishna mantrasını ruhani ustadın əlindən alırsan, onun xeyir duası kimin, ondan sonra onu tərənnüm eləyirsən fasiləsiz olaraq, ortada fasilə buraxmadan. Çünki fasiləsizliklə təmənnasızlıq məhəbbət və sədaqət işarəsidir. Fasiləsizlik sədaqətdir, təmənnasızlıq məhəbbətdir. Ona görə məhəbbət və sədaqətlə həyata keçirilən sədaqətli xidmət bu Krishnanın istədiyi ən ali məqamdır. Bax bu birinci, bu da ortalığa nəyə gətirir? Mən əgər özümün ruhi can olduğunu qəbul edimsə, faktını və bu yola durdumsa, sədaqətli xidmət yoluna durdumsa, bu mənim illüzor enerjindən girişdə müqaviləmi pozmaq deməkdir. Mən müqaviləmi pozuram. Yəni ki, biz girəndə maddi dünya hansı müqavilə ilə giririk? Bizə hansı şərt daxilində maddi bədən verilir? Özü unudasan.
Amma mən indi özümün ruhi can olduğu barədə biliyi əldə edəndə mən deməli özümü təzədən xatırlamaq yoluna dururam. Ki mən bədən deyiləm, mən ruhi canam. Deməli mən şeytanın, illüzor enerjinin hakimiyyətindən qırağa çıxmaq istəyirəm. Düzdür? Onda mən nədir? Bədənə aid olan məsələlərdən nə eləməliyəm? İmtina eləməliyəm. Buna deyirlər tərki dünyalıq. Ona görə 18-ci fəslin adı mükəmməl tərki dünyalıqdır. Ona görə Krishnanın rəhbərliyi altında, Krishnanın ruhani ustadın rəhbərliyi altında həyata keçirilən tərki dünyalığa Maya illüzor enerji girişə bilmir. Maya illüzor enerji girişə bilmir. Çünki Krishna özü deyibdi. Dai veşə quna maya mama maya durataya. Deyir, 3 qunadan ibarət mənim ilahi illüzor enerjimi heç kim dəf eləyə bilməz. Mənim qədəmlərimdən sığınacaq tapanlardan başqa. Yalnız Krishnanın nilüfər qədəmlərində sığınacaq tapanlar illüzor enerjinin hökmündən, hakimiyyətindən azad ola bilir. Biz də indiki dövrdə bunu necə tapırıq? Onun müqəddəs adlarında. Çünki Krishnanın müqəddəs adlarının özünün arasında fərq yoxdur. Və biz müqəddəs adların tərənnümünü həyatımızın mənası kimi qoyub onu çox ciddiliklə həyatımız onu həsr eləyiriksə, müqəddəs adların tərənnümünə. Bu demək ki, biz Krishnanın nilüfər qədəmlərində sığınacaq tapmışıq. Bundan sonra illüzor enerjinin, mayanın hökmündən azad oluruq. Yəni nə? Özümüzü bədən saymaqdan azad oluruq. Başa düşdünüz? Yəni biz illüzor enerji ilə müqaviləmizi pozuruq. Biz səndən qutardıq. Bundan sonra mən bədən deyiləm, mən ruhi canam. Buna deyirlər tərki dünyalıq. İndi bu tərki dünyalığının bir yalanı var, bir də mükəmməli var. Deməli 18-ci fəsil həmən tərki dünyalığın mükəmməlindən bəhs edəcək. Mükəmməl tərki dünyalıq nədir? İllüzor tərki dünyalığıdır. Bax biz bunun bütün fəsil boyu bunun ətrafında danışacağıq ki, bu yola gələn insanlarda, yəni özünü ruhi can kimi dərk edən insanlar da iki cür olacaqlar. Bundan bir nə deyəcəklər? İmpersonalistlər, bir nə deyəcəklər? Personalistlər. İmpersonalistlərin tərki dünyalığı həqiqi deyil, yalancıdır. Hardasa personalistlərinki həqiqidir. Personalistlərin tərki dünyalığına deyirlər mükəmməl tərki dünyalıq ki, bunu Krishna Arjunaya bu fəsil boyu 78 beytdə izah edəcəkdir. Bax bu qədər. Mən burada dayanıram. Bundan sonraki mühazirələrimizin hamısının əhval ruhiyyəsini mən bu başdan dedim. Hamısı əhval ruhiyyədə gedəcəkdir. Yəni biz illüzor enerji ilə bağladığımız müqaviləyə xitam veririk, son qoyuruq, sədaqətli xidmət yoluna dururuq, ruhani ustadın rəhbərliyini qəbul edirik və mükəmməl tərki dünyalı həyata keçiririk. Bax bu dediklərim bundan sonraki mühazirələrimizin mövzusu olacaqdır. Krishna deyəcək, biz izah edəcəyik. Krishna deyəcək, biz də izah edəcəyik. Bu qədər. Kimisə sual olsa buyursun. Məmnuniyyətlə çalışıram, izah edeyim. Tanrının mərhəməti sayəsində. Hare Krishna.